Bu videoda Kapital Bank kredit ödənişini e-manat terminalı vasitəsilə cəmi bir neçə addımda necə edəcəyinizi göstərəcəyəm. Səhv etmədən, sürətli və rahat şəkildə ödənişi necə tamamlayacağınızı indi birlikdə izləyirik. Salam dostlar, ödəniş üçün e-manat terminalına yaxınlaşırıq və ekranda siyahıdan bir bank bölməsini seçirik. Növbəti mərhələdə kredit ödənişi menyusuna daxil oluruq. Daha sonra sizdən CIF nömrə və doğum tarixi tələb olunur. Burada doğum tarixi gün, ay və il formatında düzgün şəkildə daxil edilməlidir. CIF kodun nə olduğunu bilməyənlər üçün videonun aşağı hissəsində ayrıca izah linkini yerləşdirmişəm. Oradan baxa bilərsiniz. Məlumatları düzgün daxil etdikdən sonra davam edirik. Açılan növbəti pəncərədə sizin adınıza olan kreditlər görünür. Əgər bir neçə kredit varsa, ödəniş etmək istədiyiniz krediti seç düyməsi ilə seçirsiniz və yenidən davam edirsiniz. Məlumatların düzgünlüyünü bir daha yoxlayın və ödəniş mərhələsinə keçin. İrəli düyməsini sıxırıq. Daha sonra əskinasları daxil edin, ödənilən məbləğ bölməsində ödədiyiniz məbləğ görünənə qədər gözləyin. Sonda isə ödə düyməsini basaraq əməliyyatı tamamlayırsınız. Bu qədər. Ödəniş uğurla həyata keçirilmiş olur.